Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültekin Hacıbəylinin Türkiyədə Arnavutköy deportasiya mərkəzində saxlanıldığı və oğlu ilə görüşə icazə verilmədiyi bildirilir. Vəkil Bəhruz Bayramov bildirib ki, Gültekin Hacıbəylinin saxlanılmasına dair rəsmi qərar açıqlanmayıb. Siyasətçinin Türkiyədə saxlanması Əli Kərimli və Məmməd İbrahimin həbsi ilə bağlı proseslər fonunda olub və deportasiya ehtimalı istisna edilmir. Daxili İşlər Nazirliyi Bakıda mida mənzillərinin qanunsuz satışı və kirayəsi ilə bağlı 12 nəfərin saxlanıldığını açıqlayıb. Məlumata görə onlar dövlətin güzəştli şərtlərlə ayırdığı mida mənzillərini sosial şəbəkələr və onlayn platformalar üzərindən qanunsuz şəkildə satıb və icarəyə təklif ediblər. Saxlanılan şəxslərin adları açıqlanmır. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti BBC-nin reportajında etirazlar zamanı 1-ci Dünya müharibəsi dövrünə aid kimyəvi qazdan istifadə edilməsi iddiası ilə bağlı istintaq aparır və media qurumunun mənbələrini araşdıracağını bildirib. Hakim Gürcü arzusu isə iddiaları rədd edərək BBC-yə qarşı beynəlxalq məhkəmələrdə iddia qaldıracağını açıqlayıb.